Salam, sabahınız xeyirli, gününüz hər zaman uğurlu olsun mənim əzizlərim. Oktyabrın 10-u, həftənin 4-cü günüdür. Lider TV-nin efirində sizin səhət proqramı canlı efirdədir. Bugünkü verilişimiz, daha doğrusu ilk saatımızın qonağı Dr. Can Polad Klinikanın rəhbər müavini, terapevt androloq, Ukrayna Androloqlar Assosiasiyasının üzvü Hidayət Mustafayevdir. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz doktor. Və mövzumuz erektil disfunksiya, yəni cinsi zəiflik və hormonal disbalans. Amma ilk öncə gəlin video çarxa baxaq, sonra davam edərik. Gözünüz bizdə olsun, kanalı değişmeyin. Doktor Can Polad'ın klinikasında daha bir yenilik. Azərbaycanda ilk dəfə yalnız dünyanın 3 ölkəsində mövcud olan sonsuzluq və cinsi zəifliyin müalicə və müayinəsində möcüzəvi təsirə malik olan okean aparatı. Amerika və Cənubi Koreyanın birgə istehsalı olan bu aparatın əsas funksiyası sonsuzluğun immunoloji problemlərinin həlli. Qadın və kişilərdə səbəbsiz sonsuzluqda 50% pay alan antisperman, antitelin diaqnozunun müayinə və müalicəsidir. Azərbaycan xalqının milli genofondunun sağlamlıqla bağlı təhlükəsizliyinin qorunmasına problem yaradan, cinsi və qeyri-cinsi yolla yoluxan infeksiyaların son fəsadı olan cinsi zəiflik, toy gecəsi uğursuzluqları, hamiləliyin erkən pozulmaları, sonsuzluq, qüsurlu uşaqların doğulmaları, ailələrin erkən dağılmaları, CD ifrazının pozulmaları, yeniyetmə yaşlarında hormonal dəyişikliklərlə bağlı baş verən cinsi inkişafdan qalma kimi ağır problemlərdən xilas olmağın yeganə düzgün yolu Dr. Can Polad klinikasında Dr. Can Polad İmanovun rəhbərliyi altında ətraflı və anonim aparılan həkim qəbulundan sonra endirimli, dəqiq tibbi müayinələrdən və düzgün müalicədən keçir. Yüzlərlə ailəyə övlad sevinci bəxş edən Dr. Can Polad'ın klinikasına siz də sağlamlığınızı etibar edin. Bax belə biz davam edirik. Bir daha xatırladıram, mövzumuz erektil disfunksiya, yəni cinsi zəiflik və hormonal disbalans. Əgər Hidayət doktora, terapevt androloqa sualınız varsa canlı efirə qoşula bilərsiniz. Telefon nömrəmiz 513-804. Hidayət doktor, buyurun siz də tamaşaçılarımızı salamlayın və keçid alaq mövzumuza. Hər gününüz xeyirli olsun. Yəqin ki, bugünkü yarım saat ərzində bizə müəyyən bir məsələ haqqında məlumat verməyə çalışacağıq. Təşəkkür edirəm. Və ilk sual, erektil disfunksiya ümumiyyətlə nədir və cinsi zəifliyə çıxarıb gətirən faktorlar hansılardır? Çox sağ olun. Yəni, erektil disfunksiya deyəndə burada bir sıra məsələlər nəzərə almaq lazımdır. Erektil disfunksiya, yenə bir məsələ haqqında deyə bilirəm ki, erektil disfunksiya yəni özü diaqnoz deyil. Erektil disfunksiya hansısa bir xəstəliyin nəticəsidir. Bəli. Erektil disfunksiya gətirib çıxaran faktorlar çoxdur və bu faktorun araşdırılması çox böyük vaxt və eyni zamanda çox böyük savad tələb edir. Erektil disfunksiyanın yaranmasında və hər bir bütün simptomlar və sindromlar erektil disfunksiya adlandırmaq olmaz. Erektil disfunksiya elə bir problem ki, bu problemin aradan qaldırılması və bu problemin aradan götürülməsi bir sıra digər məsələlər aradan qalxar. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi təsnifata görə və onun verdiyi nəticəyə görə, analiza görə erektil disfunksiya ya cinsi fəaliyyəti ya yerinə yetirə bilməməsi və yaxud da ki, tam axırda çatdırılmamasıdır. Və cinsi fəaliyyətin pozğunluğunun ən böyük faktorlarından biri erektil disfunksiya olsa da ona gətirib çıxaran digər faktorlar var. Belə ki, insan həyatı boyu qazandığı hansısa bir qüsurun nəticəsində erektil disfunksiya gəlib çıxa bilər. Və cinsi zəifliyin yaranmasında bir məsələni biz nəzərdən qaçırmamalıyıq ki, bu insanın anadan olduğu dövrdən ta həyatının sonuna qədər onu izləyən və onun həyatını tənzim edən bir faktordur. Və erektil disfunksiyanın yaranmasında bəzi insanlar burada digər nəsə bir başqa məsələ axtarır, amma bu düzgün deyil. Erektil disfunksiya bir sıra səbəblərdən yaranır. Burada psixoemosional vəziyyət, eyni zamanda qan dövranında baş verən dəyişiklik, eyni zamanda burada hormonlarda baş verən hansısa bir balansın pozulması, eyni zamanda hansısa bir hormon çatışmamazlığı, yəni insanın həyatında baş verən əsas faktorlar, yəni ürək qan damar sisteminin pozğunluğu, eyni zamanda mərkəzi sinir sistemində baş verən patologiyalar, eyni zamanda endokrin sistemində baş verən patologiyalar və bütün bunların nəticəsi kimi metabolik dəyişikliklər və xarici mühitin insan orqanizminə təsiri nəticəsində erektil disfunksiya yaranır. Yəni bütün bunları nəzərə alaraq erektil disfunksiya, yəni başqa bir münasibət yox, ona elmi cəhətdən yanaşma lazımdır. Çünki erektil disfunksiyanın yaranması və onun insan həyatına olan təsiri o qədər geniş əhatəlidir ki, burada insanın sağlamlığına söhbət gedir. Və biz məhz erektil disfunksiya deyəndə insanın sağlamlığını nəzərdə tuturuq. Və bir məsələ haqqında mən məlumat vermək istəyirəm ki, yəni bunu hamımız bilməliyik ki, məsələn, cinsi orqana gələn kapilyarların, arteriyaların diametri, ürək qan damar sisteminə gedən arteriyanın diametri, eyni zamanda mərkəzi sinir sisteminə, beyin qan dövranına gedən diametr arasında bir mütənasiblik vardır, bir nisbət vardır. Belə ki, ən kiçik qan dövranı cinsiyyət orqanına getdiyi üçün birinci patologiya həmişə cinsiyyət orqanında başlayır.
və cinsi orqanda başlayan patologiya digər orqanlarda baş verən xəstəliklərin qaranquşudur. Yəni o xəbər vericisidir. Və hardasa ürəkdə baş verə biləcək patologiyadan 5 il, 10 il qabaq bu fəaliyyət pozulursa insanlar buna diqqət yetirməlidir. Və biz məhz cinsi fəaliyyətin pozulmasına bu nöqtədən yanaşmaq istəyirik. Birinci ilk növbədə. Ona görə ki, əgər qan damarında baş verən patologiyanı və burada bəzi məsələlər var. Çünki insanlar çox vaxt cinsi fəaliyyətin pozulmasında, məsələn, aterosklerozun rolunu həddən artıq şişirdirlər. Amma aterosklerozun, yəni törədən səbəblər, burada xolesterinin miqdarı haqqında da mənfi rəylər söyləyən ki, insanlar həmişə daim olaraq arıqlamalıdır və yaxud da insanlar daim olaraq harasa xolesterini tənzim etməməlidir. Amma bir şey başa düşmək, xolesterin özü nə deyən şeydir? Xolesterin, məsələn, insanda öd yollarından deməli o piyidir, yəni yağ toxumasıdır. Və bunun insan orqanizmində mühüm rolu var. Çünki bu insan bədənində qurulma funksiyasını həyata keçirir. Ona görə də xolesterinin bəli, onun pis və yaxud da yaxşı formaları vardır. Eyni zamanda xolesterin insan orqanizmində çox mühüm rolu vardır. Çünki bir məsələ haqqında mən məlumat vermək istəyirəm ki, əgər insanın qan damarı sistemində hansısa bir dəyişiklik baş veribsə, endotel qişasında olan dəyişiklik insanda, məsələn, hardasa belə kobud surətə desək, məsələn, damarın cırılmasına gətirib çıxara bilər. Amma xolesterin həmin vaxt insanın yardımına çatır və xolesterinin miqdarının çoxalması nəticəsində gəlib həmin o zədəlmiş nahiyə tutulur. Çok üzrüstəm Hidayət doktor. İlk telefon zəngimiz var. Tamaşaçını eşidək. Sabahınız xeyir olsun. Buyurun, canlı efirdəsiz. Alo. Alo, Salam xanım. salam əleyküm. Buyurun, Hidayət doktor eşidir sizi. Salam, doktorda salamlayıram mən. Sağ olun. Mənim sualım doktoradır. 3 ildir mənim oğlum ailə qurub, hər yerə də müraciət eləmişik də. Gedirik, bir dəfə getdik, məsələn, dedilər ki, onda damar geniş, verikoz genişlənmə var. Onu əməliyyat elətdirdik, ondan sonra yoxlatdırdıq. Əməliyyat yaxşı gedib, hər şey normal dedilər. Amma sonra onda elə bir ki, bax 3 ildir veririk eyni faizlər, 15% cəldirəli hərəkətlidir. Ondan yuxarı nə qədər müalicə edirik, ondan yuxarı faiz qalxmır. O, məsələn, faizlə uşağa qala bilərəm, amma gəlinimi yoxlatdırmışam, hər yerə aparmışam, hər şey normada, qaydada. Amma ki, bu faiz 15 cəldirəli 15-dən yuxarı qalxmır. Ondan uşağa qala bilərəm, mənim gəlinimi bilmirəm. Sualınız olacaq Hidayət doktor? Sualım yoxdur. Yəni Təşəkkür edirik zənginiz üçün. Bir məsələ haqqında məlumat vermək istəyirəm ki, yəni keçən verilişdə biz dedik, yəni faiz məsələsinin tək yəni lokal götürmək düzgün deyil. Faiz nə qədər miqdarın faizindən söhbət etməlidir. Eyni zamanda yoxlama aparılanda həqiqi mən də deyirəm, yəni spermatozoidlərin sayılmasında və aparılan o faizlərdə o qədər səhvlərə yol verilir ki, yəni biz onu araşdıranda insanların özünə göstərir. Yəni insanlar özü görür ki, nə qədər şişirdilmələrə yol verilir. Əgər 15% tutaq ki varsa və say normalsa, qadında da hər şey normalsa, buradan nəticə gözləmək olar. Amma ki, mən inanmıram. Ona görə inanmıram ki, yəni bu faizin aparılması eyni zamanda birincisi niyə görə bunu deyirəm? Çünki birinci həmin insana cavab veriləndə deyilmək ki, bunun filan qədərdir və filan qədərin filan faizi var burada. Çünki say aşağı olanda, tutaq ki, yəni 1 milyonun faizi ilə 2 milyonun, 5 milyonun, 15 milyon arasındakı 15 faizlərdə fərq çoxdur. Bəli. Ona görə də tək faizi götürməklə və insanları bu formada yəni yanıltmalara yol verməklə düzgün deyil. Mən məsləhət görərəm ki, yəni bildiyiniz kimi bizim klinikada aparılan bəzi analizlər pulsuz, eyni zamanda həkim qəbulu pulsuz və həkim qəbulunda olsunlar və həkim onlara düzgün və doğru istiqamət göstərəcəkdir. Orada, yəni deyirəm, qadında hər şey qaydasındasa və 15%-də 20 milyon 15% isə orada yəni nəticə gözləmək olar. Amma ki, mən orada bəzi şeylərə şübhə edirəm, ona görə də inanmıram. Və məsləhət edirəm ki, yəni buyursun klinikaya müraciət etsinlər, biz həmin insanlara doğru düzgün məlumat verərik. Təşəkkür edirəm və mövzumuza davam edək. Mövzumuzun davamı kimi demək istəyirəm ki, yəni xolesterin badəsinin pozulması heç də o demək deyil ki, xolesterinin yəni artıqlığı insan bədənində doğrudan da nəsə bir patologiyası. Xolesterinin deməli özünün yəni yüngül formaları var, daha yüngül formalar var, çəkili formalar var ki, bunların arasında müəyyən qədər bəli, əlbəttə insana lazımsız hormonlar var, nədir, xolesterin fraksiyalar var. Amma ki, ümumiyyətlə xolesterin insan orqanizmində o qədər mühüm rolu daşıyır ki, onu tam bədəndən çıxarmaqla nəsə nail düzgün deyil. Ona görə də elektrik disfunksiyanın yaranmasında yəni endotel qişasının rolunu danmaq olmaz. Əgər insanın bədənindəki endotel qişanın deməli pozulması gedibsə, orada hansısa bir patologiya yaranıbsa, burada azot oksidinin miqdarı azalır və azot oksidinin miqdarının azalması da cinsi zəifliyə gətirib çıxarır. Cinsi zəifliyin yaranmasında deməli mərkəzi sinir sistemin rolu, eyni zamanda qabıqaltı növbələrinin rolu, eyni zamanda yəni damarlardakı
aparılan mühüm funksiyalar onu həyata keçirməyə, onu yəni başa çatdırmağa öz yardımını göstərmiş olur. Ona görə də biz cinsi zəiflik dedikdə və cinsi zəifliyi yaradan səbəblər haqqında danışanda burada əsasən yəni sinir sistemi rolunu, eyni zamanda qan damar sistemi rolunu, eyni zamanda endokrin sistemi rolunu, eyni zamanda bunlara təsir göstərən infeksiyaların rolunu. Çünki infeksiyaların təsiri nəticəsində məhz həmin zədələnmələr, həmin patologiyalar yaranır. Damar sistemində endotel qişanın zədələnməsinə gətirib çıxarır və endotel qişasının zədələnməsi ümumi sinir sisteminin pozulmasına və ümumi sinir sisteminin pozulması ilə də yaranan digər hallara gətirib çıxarır. Eyni zamanda insanlardan keçirdiyi bir sıra xroniki xəstəliklər var ki, bunların nəticəsində dərman preparatlarını qəbul edirlər. Və qəbul olunan dərman preparatları yenə cinsi zəifliyə gətirib çıxarır. Və cinsi zəifliyə gətirib çıxarırsa, burada hansısa bir dərman vasitəsinin yəni uzun müddətli təsirini biz nəzərə almalıyıq. Bəzi antidepressantlar var ki, eyni zamanda neuroleptiklər var ki, bunların qəbulu nəticəsində insanlarda cinsi zəiflik yaranır. Uzun müddətli xroniki xəstəliklər keçirən insanlarda və bədən müqavimətinin aşağı düşməsi, immun sisteminin azalması nəticəsində yenə də cinsi zəiflik yaranır. Və bu insanlarda demək olar ki, enerjinin tükənməsi halları gedir. Ona görə də elektrik disfunksiya, cinsi zəiflik insan orqanizmində, insan həyatının tənzim olunmasında və insanların həyatda adaptasiya olunmasında mühüm rol daşıyan, onun orqanlı və sistemlərini əhatə edən çox mürəkkəb bir mexanizm nəticəsində yaranır və o mexanizmin araşdırılması, onun aradan qaldırılmasındakı hansı patologen rol var, bunu doğrudan da bu işlə doğru düzgün məşğul olan, onu aradan qaldırmağa cəhd edən mütəxəssislər olmalıdır və bu mütəxəssislər nədən söhbət getdiyini başa düşməlidir. Elektrik disfunksiya barmaq arası yanaşmaq, xəstəyə qarşı barmaq arası münasibət göstərmək düzgün deyil. Çünki bu həmin xəstələr doğrudan da cəmiyyətdə özlərini çox tənha hiss edirlər. Belə insanlar çox ağır stres altında yaşayırlar və belə insanlardan hər şey gözləmiyorlar. Onlar cəmiyyət üçün, ailə üçün, nəsil üçün yararsız adamlara çevirirlər. İlay doktor, çox üzr istəyirəm, növbəti zəngimiz var. Sabahınız xeyir olsun, buyurun, canlı efirdəsiz. Allah sağ olun. Eşidirik sizi, salam xanım. Həkimi də salamlayıram. Təşəkkür edirik, buyurun. Həkimə belə bir sualım var ki, həkimdən bir ildə operasiya olmuşam, əməliyyat olmuşam, turbalığının birini götürüblər. İndi ondan sonra hamilə qala bilmirəm. Onun, yəni, tək turbalığına hamilə qalma ihtimalı var. Təşəkkür edirik zənginiz Sağ olun, deməli aydındır. Burada tək turba belə deyək. Ümumiyyətlə sağlam tək turbadan hamilə qalma mümkündür. Mümkündür. Amma digər turbalığın, yəni sağlam olması burada bir qədər şübhə altındadır. Çünki turbalığın tutulmasında ən böyük faktor, ən böyük səbəb əlbəttə ki, infeksiyanın olmasıdır. Və infeksiyanın olması orada borularda yaranan, deməli o tıxac və orada baş verən çapılaşma, eyni zamanda borunun endotel qişasının zədələnməsi və boruda, bilirik ki, boru daxilində kirpikli epitel var. O epitelin hərəkəti nəticəsində yumurta hücrəsinin hərəkəti, spermanın hərəkəti həyata keçir. Çünki spermatozoid və yaxud da yumurta hücrəsinin özünə qalsa, yəni hərəkət çox zəif olur və o alınmaz. Yumurta hücrəsi ümumiyyətcə hərəkəti kirpikli epitel vasitəsilə həyata keçirilir. O kirpikli epitelin də hərəkəti o qədər incə hərəkət ki, bunun altında həm selli qışa, həm əzələ qatı, həm də ki, onların bir-birindən yəni deməli balanslaşması getməlidir. Və borunun tutulması, infeksiyanın olması həmin disbalansı yaradır, oradakı hərəkəti pozur və yumurta hücrəsinin hərəkətini pozur. Ona görə də mən məsləhət görürəm ki, həmin xanım yəni öz həyat yoldaşıyla birgə klinikaya müraciət etsin və orada daha geniş məlumat verə bilər. Çünki burada bəzi şeyləri biz indi deyə bilmirik, demək mümkün deyil. Ona görə də şəxsi söhbət nəticəsində, yəni o fərdi söhbətdə biz onları tam düzgün istiqamətə yönəldə bilərik. Ekranda gördüyünüz telefon nömrələrə zəng edin, həkimlərin qəbuluna yazıla bilərsiniz. Həm Hüdayə doktorun, həm Can Polad doktorun və unutmayın ki, həkim qəbulu da pulsuzdur. Doktor, cinsi zəifliyin, hormondan asılılığı deyəndə nəyi nəzərdə tutulur? Ümumiyyətcə, bu sual çox maraqlı sualdır. Son vaxtlar mən bu sualı demirəm ki, efirdə də rast gəlmirəm, bəzi insanlar arasında yəni söhbətdə də rast gəlmirəm. Nə demək şeydir? Burada ümumiyyətcə, sinir sisteminin roluna qədər, yəni insanın ümumiyyətcə idarə olunması, onun həyata keçirilməsini endokrin sisteminə bağlıdır. Ona görə də hal-hazırda insan fəaliyyətini və onun hərəkətini əsasən neuroendokrin sistemi həyata keçirir. Yəni sinir sistemindən endokrin sisteminin qarşılıqlı münasibəti nəticəsində bu fəaliyyət həyata keçirilir. Belə ki, cinsi fəaliyyətində, yenə deməli, cinsi zəifliyin yaranmasında da endokrin sisteminin rolu vardır. Və endokrin sistemi ta anadan gəlmə dövrünə insan deməli inkişafı, bünövrəsi qoyulandan o insan bədənində bəzi qurulma proseslərini həyata keçirir. Ona görə də mərkəzi sinir sistemindən sonra endokrin sisteminin rolunu tanımaq, onu yəni imitasiya etmək, onu nəzərdən qaçırmaq doğrudan çox səhv fikirdir, yanlış bir fikirdir. Çünki biz bilirik ki, hipofisin ön payından deməli istehsal olunan
qonat fermeni hormonları insanlara təsir göstərir və orada testikülər aparata təsir göstərməklə testikülər aparatda testosteron ifrazının həyata keçirilməsi, eyni zamanda oradakı bəzi kinillərin ifrazını deməli artırır və bunun nəticəsində də cinsi fəaliyyətin həyata keçirilməsi baş verir. Və bunların arasındakı disbalans, yəni pozğunluğun yaranması, tutaq ki, hipofiz vəzində hansısa bir dəyişiklik edib, patologiya baş verir və yaxud da onkoloji xəstəlik baş verir və yaxud da ki, orada iltihabı proses nəticəsində hipofiz vəzi öz funksiyasını yerinə yetirə bilmir. Və yerinə yetirə bilmədiyi üçün də oradakı glütenləşdirici hormonun, prolaktinin, eyni zamanda orada deməli istehsal olunan folikulyar stimüləyici hormonun təsiri nəticəsində testikülər aparatdakı həyata keçirilən, yəni istehsal olunan həm spermatogenez prosesinin pozulması, həm də deməli testosteronun pozulması, eyni zamanda digər kinlərin pozulması baş verir ki, bu da həm cinsi zəifliyi, həm də sonsuzluğa gətirib çıxarır. Çünki bu qarşılıqlı təsir nəticəsində eyni zamanda qalxanvarı vəznin təsiri, eyni zamanda böyrəküstü vəznin təsiri nəticəsində insanların endokrin sistemi onların tam həyat fəaliyyətini təmin edir və bu pozulmaların qarşısını almaqdan ötürü və bu pozulmaları tam nəzarətdə saxlamadan ötürü insanlarda sağlamlıq yüksək səviyyədə olmalıdır. Bu digər bir termin var ki, yaşla əlaqədar olaraq baş verən androgen defisit termini deyilən bir termin var. Bu termini də biz nəzərdən qaçırmamalıyıq. Bəzi insanlar demək olar ki, öz həyat fəaliyyətində və yaşayış dövründə hər şeyin nəzərə alır, bəzi xırda nüansları isə yaddan çıxarırlar. İnsan yaşa dolduqca, əlbəttə ki, orada androgen defisit yaranır. Amma bu normaya uyğun olmalıdır. Androgen defisitin yaranması nəticəsində insanlarda həyat fəaliyyətinin bir qədər sönükməsi, eyni zamanda onlarda bir balaca enerjinin tükənməsi və onların özlərini biraz zəif hiss etməli halları yaranır. Bunun gəlib çıxmasında da digər xəstəliklərin rolu vardır. Və məsələn, ümumiyyətlə endokrin sisteminin pozulması nəticəsində baş verən metabolik dəyişikliklər və xəstəliklərin yaranması, şəkərli diabetli, arterial təzyiqin yaranmasıdır, digəri deməli ateroskleroz prosesinin yaranmasıdır, sinir sistemində baş verən yüklənmələrin olmasıdır və insanın orqanizmində baş verən digər mübadilə prosesləri cinsi zəifliyə gətirib çıxara bilər. Və cinsi zəifliyə gətirib çıxarırsa, onları biz tam vaxtında müalicə etməliyik. İnsan öz həyatında, öz yaşayış dövründə ümumiyyətlə orqanizm arasındakı, yəni balansın pozulmaması üçün o orqanizmin tam vaxtında müalicə olunmasına cavabdehlik daşımalıdır. Və başa düşməlidir ki, yəni tutaq o insan orqanizmində baş verən bəzi xəstəliklər var, onları vaxtında müalicə etmədikdə onların çox pis əks-sədası olar. Və pis əks-sədası olduğu üçün həmin insanlar özləri çox zəif hiss edir və cəmiyyətdən təciz olmuş insanların vəziyyətinə düşürlər. Eyni zamanda öz vəziyyətini düzgün qiymətləndirməyən adamlar və düzgün bu haqda məlumat olmayan insanlar da özləri haqqında çox yüksək fikirdə olur və bu da yenə də düzgün olmayan informasiya nəticəsində sağlamlıq pozulmasına gətirib çıxarır. Çünki bəzi insanlar var ki, məsələn, tutaq ki, onlarda hormonların pozulması nəticəsində tam libidonun aşağı düşməsi halları baş verir. Lakin buna əhəmiyyət verilmir və insanlar götürüb özlərindən, yəni aptekdən və yaxud da qohumlarından, tanışlarından, kiminsə vasitəsilə dərman vasitələrini istifadə edirlər və həmin dərman vasitələri də insanlara təsir göstərmir. Ona görə ki, onların arasında deməli hormonal disbalans yaranıbsa, o hormonların pozulması nəticəsində yaranan funksiya pozğunluğunu o dərmana bərpa edəsi deyil. Və həmin insanlar vaxtında və düzgün olaraq həkimlərə müraciət etməlidir, klinikalarda tam araşdırma aparılmalıdır və onlarda olan androgen defisit səbəbi araşdırılmalıdır. Çünki ola bilər ki, erkən olaraq androgen defisit yaranır. Ola bilər ki, bəzi insanlarda hansısa orqan və deməli sistemdə patologiya gedir və onların hipofunksiyası yaranır. Hipofunksiyanın yaranması nəticəsində yenə androgen defisitlər gətirib çıxa bilər. Eyni zamanda cinsi zəifliyin yaranmasında infeksiyaların rolu danılmazdır. Çünki biz bildiyimiz kimi elə infeksiya növləri var ki, onlar deməli bariyeri keçir, deməli bu bariyeri keçdikdə qan vasitəsilə, yəni hipofizə və yaxud da digər orqanlara təsir göstərir və orada xəstəliklər törənir və xəstəliklər törənirsə həmin insanlarda deməli funksiyanın pozulması gedəcək. Çünki burada hormonlar arasındakı disbalans pozulur. Çünki hipofiz vəzin hormonlarının miqdarı nə qədər normada qalsa, testikülər aparatda da istehsalat o səviyyədə normada qalır. Amma onun miqdarının azalması və artması nəticəsində deməli testosteron miqdarında azlıq edir. Eyni zamanda bəzi insanlarda keçirilmiş infeksiyalar nəticəsində testikülər aparatda, yəni testosteron miqdarının azalması baş verir ki və bu azalma nəticəsində də həmin insanlarda demək olar ki, hipofizdən gələn
o qonat fermentlərinin, hormonların miqdarının artırması prosesi gedir. Bunun artması yenidən deməli əks təsir göstərir və testosteron miqdarının azalmasına gətirib çıxarır. Bütün bunlar onu göstərir ki, burada nə qədər deməli mürəkkəb bir mexanizm var və bu mexanizmi doğrudan da mütəxəssis araşdırırlar və mütəxəssis mənə deyirlər ki, bu hormonların arasındakı balansın pozulmasını hansı səviyyədə bərpa etməkdir. Burada anadan gəlmə hipogonadizm ola bilər və hətta sonradan qazanmış hipogonadizm ola bilər. Və eyni zamanda infeksiya təsir nəticəsində yaranan hipogonadizmi tək hormonal dərman vasitəsilə və yaxud da hormonlar harasa balansını düzəltməklə mümkün yox ki, aradan qaldırasan. Onu yaradan səbəblər aradan qalxmalıdır. Digər burada bir mühüm məsələ deməli hormonal balansın pozulmasına qan dövranı yenə bağlıdır. Qan dövranında olan dəyişiklik və kişi cinsi orqana gələn qanın miqdarının artıb azalması nəticəsində olan pozğunluq, yəni qəbul oluna bilər ki, harasa bu hormon pozğunu kimidir. Amma bu elə deyil. Çünki bilirik ki, yəni saççılı vaxtda hər cinsi orqana gələn qanın miqdarı 10-15 mililitr isə, oradan gedən venoz deməli qanın miqdarı da həmin səviyyədə qalır. Amma o ereksiya vaxtı bu qanın miqdarı artır. Məsələn, gələn qanın miqdarı 70-110 mililitrə qədər qalxır, amma qayıdan qanın miqdarı 10-15 mililitr arasında qalır. Deməli, burada yaranan fərq ereksiyanın yəni normallaşmasına gətirib çıxarır. Amma bunun pozulmasını bəzi vaxtda hormonlarla bağlayırlar. Çünki bunu da araşdırmaq üçün yəni həkimi və mütəxəssisin altında doğrudan ona lazım olan aparatura sistemi olmalıdır. Və burada bizdə hal-hazırda məsələn Amerikanların Koreya ilə birgə istehsal olan bəzi bir aparat var ki, həmin okean aparatı vasitəsilə biz cinsi orqana gələn qanın miqdarını müəyyənləşdiririk. O qanın eyni zamanda hərəkətli tənzimləyə bilirik. Onu eyni zamanda tam nəzarətdə saxlayırıq və burada eyni zamanda psixoloji faktorun burada mühüm rolu olub-olmadığını müəyyənləşdirə bilirik. Və bunun üçündə aparatın digər bir funksiyası var. Həmin aparatla biz gecə vaxtı müayinə aparırıq və gecə vaxtı insanda baş verən ereksiyanın müddətini, vaxtını, sayını müəyyənləşdiririk. Bunun normal uyğun olub-olmadığını müəyyənləşdiririk. Eyni zamanda ümumiyyətlə cinsi zəifliyin yaranmasında bəzi adamlar çox səhv, yanlış məlumatlara malikdir və bəzi vaxt şişirtmələrə gedirlər, bəzi vaxt yalan məlumata sızırlar ki, bunun da hamısının araşdırılıb tam dəqiq olmasını biz gecə vaxtı yoxlamaqla, o yoxlamanın aparılması ilə bunu aradan qaldırır və həmin insana doğru düzgün məlumat veririk. Eyni zamanda erektil disfunksiyanın yaranmasında hal-hazırda yəni cavanlar arasında çox geniş yayılmış, məsələn, toy gecəsi uğursuzluqlar var ki, bu toy gecəsi uğursuzluğun yəni yaranması da yenə harasa erektil disfunksiyanın pozulmasının bir növüdür, bir deməli nəticəsidir. Çünki həmin insanlar ya düzgün sanitar maarifi işinə malik aparılmadığı üçün onlarda informasiya çox səthi olur. Eyni zamanda psixoloji məsələn orada gərginlik olur. Eyni zamanda hansısa bir orqanda bir patologiya olur. Tutaq ki, qan damar sistemində cinsi orqanın arterial qapaq çaşmamazı və yaxud da ki, venoz qan qapaq çaşmamazı nəticəsində yaranan patologiya olur və bunu aradan qaldırmağın tək yeganə bir yolu bir də ki, gedib aptekdən hansısa bir dərman alacaq, o həll eləmir məsələni. O məsələni daha da qəlizləşdirir, məsələni daha da ağırlaşdırır. Çünki həmin insan, tutaq o toy gecəsi uğursuzluğuna düşər olubsa, o bir dəfə, iki dəfə, üç dəfə aparılan müalicədə tutaq ki, həmin uğursuzluq davam etsə, artıq psixoloji bariyer demək olar ki, tam dərinləşir və o insan həmin vəziyyətdən qurtarmaq çox çətin olur. Ona görə ki, burada o yaranan prosesin aradan qaldırılması üçün həkim düzgün taktika seçməlidir və düzgün xəstəyə yanaşma olmalıdır. Və həkimin təyinatsız, yəni təyinat olmadan bu apteklardakı dərmanları əldə edirlər. Bir neçə dəfiyə, yəni bunlara bir köməyə, yəni təsiri varsa, sonradan əks təsiri ola bilər və bir çox insanlar nədənsə bunu düşünmürlər, doktor. Onu düşünmürlər. Eyni zamanda bəzi adamlar sağlamlıq haqqında fikirləşir. Çünki həmin dərmanların dozdan artıq qəbul olması və yaxud da dozaya uyğun, yəni qəbul edilməməsi, qan damar sisteminin pozulması, eyni zamanda bir çox ağırlaşmalara gətirir, infarktdan insulta gətirib çıxarar. Həmin insanlarda tutaq ki, yenə deyirəm, elə məsələ var ki, damarın özünün pozulması, damarda baş verən, yəni endotel qişəsində baş verən dəyişikliyin aradan qaldırılmadan, məsələn, bu məsələnin həyata keçirilməsi düzgün deyil. Çünki biz bəzi şeyləri, yəni müəyyənləşdirmə, yəni o mütəxəssislər düzgün istiqamət ölər. Və hər adam da bu işlə məşğul olması düzgün deyil. Ona görə ki, hər bir insanın, hər bir mütəxəssisin öz sahəsi var. Öz işi ilə məşğul olmaq daha məsləhətlidir. Çünki bu işi bilən insanlar, yəni xəstə ilə birinci danışıqdan, onun yəni hərəkətindən, onun fəaliyyətindən biz müəyyənləşdirik ki, bu adamda hansı dəyişikliyi var, hansı formadadır və nəyi yoxlayıb, nəyi aradan qaldırmalıdır. Yəni təkcə dərmanla burada kömək... Tək dərmanla əlbəttə ki, burada yenə deyirəm. Çünki burada o qədər dərin məsələlər var ki,
Və bu məsələ arasında münasibətlər o qədər çətin, çünki burada adi bir infeksiyon prosesinin, yəni pozulma, gətirib çıxarması hallarını biz nəzərə alsaq, onu törədən səbəbdir, onu yəni yaradan o infeksiyanın kəskin və ya da xronik gedişə malik olmasıdır, və ya da residiv verən formaya keçməsidir, və ya da o xəstəliyin hansı dozdur, məsələn, tutaq ki, birbaşa keçinmir və yaxud da ki, limfa və qan vasitəsi digər orqanlar, yəni bunun hamısının araşdırılması nə qədər vaxt və sabah tələb edir insanlar. Çünki bu məsələnin biz ilk əvvəldən dedik ki, bu adi bir xəstəlik deyil. Bunu bir neçə xəstəliyin son fəsadıdır, nəticəsidir. Və bunu da araşdırmaq üçün yəni mütəxəssislər qrupu olmalıdır. Mütəxəssislər hər bir söz fikrini deməlidir. Necə ki, bizim klinikada bu məsələnin araşdırılmasında bir neçə mütəxəssis öz fikrini deyir və o mütəxəssislərin hər birinin fikri nəzərə alınır. Və ona görə də son yekun nəticəyə gəlinir ki, bu xəstədə bu patologiya var, bu dəyişiklik var və istiqamət bu formada gedməlidir. Eyni zamanda aparatur sistemi olmayan, hal-hazırda yəni bilirsiniz, tək xəstəyə bir dənə baxmaq, söhbət eləmək, onun elə bir dənə şikayəti ilə bu məsələnin araşdırılması doğrudan çox səhv fikirdir. Biz yəni müasir cəmiyyətdə yaşayırıq və müasir cəmiyyətin yəni elmi texniki tərəqqinin inkişafını biz də istifadə etməliyik və biz xəstələrə düzgün istiqamət verməkdən ötürü o xəstələrdən yəni bir şeyin məsələni araşdırmaq. Yəni bütün insanlar bilsin. Həkimlə söhbət, yəni tutaq subyektiv müayinə metodları var. Yəni xəstənin öz şikayəti bu insana 10-15% informasiya verir. 10-15% informasiyanı xəstəyə düzgün diaqnoz qoymaq olmaz. Eyni zamanda obyektiv müayinə metodu, yəni həkimin özünün yəni apardığı bəzi tədqiqatlar var. Bunlar da həkimlərə 15-20% məlumat verir. Və sonradan laborator və instrumental müayinə metodları bu diaqnostikanı 70-75%-ə qaldır. Ona görə də 75% bir ehtimalı qoyub 15% ehtimalla xəstəyə müalicə təyin etmək, onu müalicə etmək, onun diaqnozunu dəqiqləşdirmək bu çox yanlış fikirdir. Olmaz. Yəni belə fikirlərə doğrudan da yönəlmə özü səhvdir. Və xəstələrin sağlamlığı hər şeydən vacib olmalıdır. Həkim hər şeydən qabaq xəstəliyin, yəni o yaranın səbəbini aradan qaldırmalıdır. Bu infeksiyon səbəbdirmi, endokrin sisteminə yaranan səbəbdirmi, damar patologiyasına bağlı səbəbdirmi və yaxud da bunların birgə təsiridirmi? Eyni zamanda bu insan ola bilsin, məsələn, xarici faktorun təsiri nəticəsində arsa şüalanma olub, şüalanma nəticəsində yenə cinsi zəiflik yarana bilər və yaxud da medikamentoz burada təsirdə yarana bilər. Bunun hamısını nəzərə almaq və bunlara uyğun müalicə planı seçmək lazımdır. Xəstəni tək elə müalicə etmək xatirinə müalicə etməyə lazım deyil. Onun birinci diaqnozunu düzgün qoyub, ondan sonra yəni o düzgün yolla ona düzgün plan seçməklə müalicə aparmaq lazımdır. Doktor bəy, profilaktikası necə aparmalıdır? Deməli, erektil disfunksiyanı, yəni saydığımız məsələlər kimi profilaktikasında biz nəyə nəzərə tutmalıyıq? Ümumiyyətcə birincisi, hər bir insan özünü tanıdığı dövrdən, həyata gəldiyi dövrdən müəyyən bir təsəvvürə malik olmalıdır. Və yaşayış tərzini seçən insanlar, yəni başa düşməlidir. Evlənməyə gedən hər bir insan tutaq ki, tam informasiya olmalıdır. O insanlar tutaq ki, ilk öncə yanaşmalıdır, tutaq ki, həkim androloqları, onlardan bəzi məsləhətlər almalıdır. Çünki yenə deyirəm, bəzi insanlar danışanda o qədərinə yalana, o qədərinə şişirmələrə yol verirlər ki, yəni cinsi fəaliyyətin o müddəti haqqında, onun sayı haqqında, onun yəni necə baş verməsi haqqında o qədər yanlış məlumat verir ki, yəni təcrübəsiz adam əlbəttə buna allana bilər, bunu yəni çaşa bilər. Eyni zamanda bu çaşma da gətirib onda doğrudan da zəifliyin yaranmasına və yaxud da özünə qorxaqlıq hallarının yaranmasına gətirib çıxarır. Bütün bu məsələlərin araşdırılmasında yəni deməli birinci iş sanitar maarif iş olmalıdır. Hər bir insan yəni sağ olsun Lider Televizyon rəhbərlik məsələn bu işdə çox böyük doğrudan da öncüllərdəndir və öncül bir televiziya şirkəti olaraq biz həkimlərə şərait edək, yəni belə məsələlər haqqında qismən də olsa insanlara məlumat verə bilək. Bunun nə qədər böyük bir şey olduğunu yəni biz hamımız dərk etmirik. Çünki hamımız valideynik. Başa düşməliyik ki, yəni insan, cavan adam, yəni təcrübəsiz bir adama verilən yanlış məlumat onu hansı psixoloji gərginliyə gətirib çıxara bilər. Eyni zamanda hər bir insan yəni öz sağlamlığı haqqında, tutaq ki, cinsi yolla yoluxan infeksiyaların təsiri haqqında məlumata malik olmalıdır. Və onların insan orqanizminə verdiyi təsir, onların insan orqanizminə yaratdığı pozğunluğun özü nə qədər ağır bir problemdir. Bunun hamısının araşdırılması, bunun hamısının həyata keçirilməsindən ötürü insanların sağlamlığının və özlərinin şəxsi həyatını qoruması, şəxsi gigiyenik qayda qanunlara deməli, əməl etməsi vacib şərtdir. Eyni zamanda ətraf mühitdən qorunma, sanitar maarif işinin qorunması, yəni bütün bunlar hamısı profilaktik işlərdir. Və hər bir insan özündə yaranan hər bir məsələni özü həll etməyə cəhd etməsin. Bunu mütəxəssislərin birində həll etmək lazım. Çünki bu xeyir olmadığı halda, yəni ola bilsin hansısa bir ziyanlı dərman vasitəsini qəbul etməklə həmin insanlar özlərinə patologiya yaradır. Yəni aciz bir şeydir. FID5 preparatları var. O dərmanların qəbulü məsələn nitro preparatların bir heç vaxt ola bilməz.
Bəzi insan var ki, bunda stenokardiya əlamətləri var və nitro preparat içir. Eyni zamanda o dərmanda alıb istifadə etdikdə həmin insanlarda çox dərin patologiya yaranır, kollapslı vəziyyətinə düşür və həmin xəstəni demək ki, reanimasiyada bəlkə aradan qaldırmaq, yəni həyata qaytarmaq mümkün olmur. Bu adam yəni özünə bir xeyir qazanmadan çox böyük bir patologiya qazanmış olur. Bəzi insanlar var ki, bunlarda məsələn şumlanma gedir. Bəzi insanlar var ki, bu insanlarda damarda çox böyük daralmalar var. Burada bilirsən, damarların anatomik yerləşməsində çox böyük qüsurlar var. Və həmin insanların o dərmanlardan istifadə etməsi olmaz, yol verilməz halda. Eyni zamanda böyrək sistemində, yəni böyrək arteriyalarında hansısa bir problem var. Həmin insanda o problemi o nəzərə almadan, böyrək çaşmamazlığı, qaraciyər çaşmamazlığı, digər məsələləri nəzərə almadan təyin olunan dərman preparatı insan orqanizminə verilən çox böyük bir ziyandır. O insanın orqanizmi, məsələn, tutaq ki, qaraciyəri özü öz işini güclə həyata keçsə və intoxikasiya nəticəsində onun fəaliyyəti pozulsa, onu həyata qaytarmağa nə qədər əziyyət, nə qədər vaxt, əgər bu da mümkün olsa da. Bütün bunların hamısı yəni insanın həyatında görə biləcəyi, özünə verə biləcəyi ən böyük xeyirdir ki, əgər özü-özünə heç vaxt həkimlik etməsin. Bu insan mütəxəssislərini məsləhətləşsin. Yəni bu mütəxəssislər yəqin ki, ona düzgün istiqamət verəcək. Profilaktik tədbirlərdən eyni zamanda əgər ilkin hardasa bir uğursuzluq hiss edirsə kimsə, özündə hansısa bir çaşmamazlığı varsa, ilk olaraq yəni tələsmədən, yəni o gecikmədən, vaxtı itirmədən o həkimə müraciət edin. Çünki ola bilsin ki, orada hardasa bir psixoloji faktor yaranır. O psixoloji faktorun təsir altına düşməsinlər. Eyni zamanda damarda əgər yaranan patologiya varsa, o damarın yaranan patologiyanı vaxtında araşdırıb düzgün, yəni sxem seçməklə, ona bir pəhriz verməklə və yaxud da ki, hansısa bir məsələ haqqında düzgün məlumat verməklə onu bu patologiyanı aradan qaldırması mümkündür. Hidayət doktor, çox üzr istəyirəm. O vaxtımızın sonuna gəldik, çatdıq. Sizə minnətdaram. Növbəti verilişlərdə görüşmək ümidi ilə sizinlə sağollaşıram. Çünki elə xroniki prostat və cinsi zəiflik də böyük bir mövzudur. İstəyərdim bu növbəti məsələ çox genişdir. Yəni biz məsələn demək biz giriş edirik. Yəni burada məsələ çoxdur. Ona görə də sağ olun. Təşəkkür edirəm. Minnətdaram. Mənim məzlərim Məlalə sizinlə sağollaşmıram. Çünki bir neçə dəqiqədən sonra ikinci saatımız canlı efirdə olacaq və mövzumuz qadın sonsuzluğudur ki, bütün xanımları ekran qarşısına dəvət edirəm. Bizə baxmağa davam edin, kanalı dəyişməyin.